Hər vaxtınız xeyir olsun. Sözün Sehrinin dəyərli izləyiciləri. Bu gün də yeni bir proqramla sizin qarşınızdayıq. Bu gün elə bir qonaqla əyləşmişəm ki, studiyada həqiqətən də elə özüm özümdən ilhamlanıram. Necə deyərlər, bəzən qarşımıza bir şeir, bir misra çıxır ki, sanki o misra, o şeir bizə ilin 4 fəslini də yaşada bilir. Qış olub qəlbimizi üşüdə bilir, yaz olub könlümüzdə çiçəklər açdıra bilir. Amma burada əsas meyar isə o şeiri, o misranı bizə yaşadan elə müəllifin özüdür. Hə dostlar, mən qonağı sizə təqdim edim. Bugünkü qonağım dəyərli şairəmiz Cığatel İsa qızıdır. Xoş gördük Cığatel xanım. Hoş gördük. Proqramınız xeyirli olsun. Nə gözəl də adınız var. Sözün sehrində. Sözün sehrindəni anlayıb anlatmaq üçün insan gərək özü sözün sehrini anlasın ki, anlada bilsin. Mən sizi alqışlayıram. Proqramınızı alqışlayıram. Verilişinizi alqışlayıram və uğurlu xeyirli olsun. Bizi izləyən, bizi dinləyən, bax bu sözün sehrində verilişini, proqramını dinləyən, sevə-sevə baxan hər kəsi salamlayıram. Baxın, maraqlıdır. Elə təkcə mənə baxmayın ha. Ümumiyyətlə sözün sehrində kim varsa baxın, könlünüz, ruhunuz açılsın deyirəm. Xoş gördük. Təşəkkür edirəm bir daha. Əhvalımı soruşursan, nə deyim? Dolanım başına, dönüm, yaxşıyam. Ayağım torpaqda, əllərim göydə, Allaha sarıdır. Yönüm, yaxşıyam. Həmişə yaxşı olun. Çox sağ olun. Allaha sarıdır yönüm, yaxşıyam. Ömrümün kərvanı gedir köçümdə, ömrümün kərvanı gedir köçündə, duruluram göz yaşımın içində. Paklanıram bu sayaq, bu biçimdə, ağlamaqla keçir günüm yaxşıyam. Yaxşıyam, başına dönüm. Yaxşıyam. Yaxşıyam ömrüm günüm. Yaxşıyam. Yaxşı deyək, yaxşı olar. Yaxşı olun. Cığatel xanım, bu yaxınlarda belə bir fikir oxumuşdum ki, deyirlər ki, şairlər biraz çox fərqli olur. Məsələn, biz bir sözü oxuyuruq, sadəcə onu söz kimi görürük, şairlər isə bunu bir duyğu kimi görür. Bəli. Biz pəncərəni açıb eyvandan çölə baxanda bir mənzərə görürük. Onlar isə tamam fərqli baxır, tamam fərqli görür. Amma biz eyni zamanda da bilirik ki, əvvəlki dövrlərin şairləri ilə bugünkü dövrlərin şairlərinin də arasında çox fərq var. Bəli. Artıq hər şeyin dəyişdiyi kimi, bəlkə də belə desək tam yerinə düşər ki, dəyişən dünyada elə şairlik də dəyişib. Hər şey dəyişib. Həsrət oğlum. Çox gözəl dedin ki, şairlər başqa cür görür. Məsələn, bizim mərhum şairimiz, mənim çox sevdiyim Zəlimxan Yaqub, poeziyasını çox sevdiyim Bəli. Zəlimxan Yaqub deyir ki, payız kövrəldəndir bahar coşduran. Məni şair edən qış da gözəldir. Duymağı, hə, məni sərt eləyən qış da gözəldir. Demə ki, ürəyin daşdır ey insan, duymağı bacarsan, Daş da gözəl. daş da gözəldir. Hətta bir yeri var, demə ki, əyridir qaş da gözəl. Gözəllik baxarmı əyriyə düzə? Demə ki, əyridir qaş da gözəldir. Şairlər, əsl şairlər, sözün əsl mənasında, o sən deyirəm, çünki sən mənim balamsan. O toxunduğun, o dediyin, dövranın dəyişdiyi, hər şeyin, necə deyim belə, başqa cürə formalaşdığı bir zamanda söhbət əsl şairlərdən gedir ki, o şairlərin duyğusu da, baxışı da, yazması da, dinləməsi də, dinlətməsi də ümumiyyətlə fərqli olur. Və sualın nə idi? Dəyişən dünyada elə şairlik də dəyişib. Doğrudan da dəyişibmi Cığatel xanım? Sənin başına dönüm. İndi dəyişməyən nə qaldı ki? Hər şey dəyişib, amma istisnalarımız olmaqla. Zaman da dəyişir, dövran da dəyişir. Zaman içərisindəki insanlar da, dövranın içində yaşayan insanlar da dəyişir. Amma yaxşı ki, bizim qədir bilən dövlətimiz, qədir bilən xalqımız, qədir bilən dövlətçiliyimiz var ki, bizim milliliyimizi, şeirimizin kökünü, kökənini, sazımızın, muğamımızın, musiqimizin kökünü, kökənini qoruyub saxlayan sənətkarlarımız var və bu sənətkarlara dəstək olan
Şükürlər olsun ki, bizim belə gözəl bir dövlətimiz və Bəli. dövlətçiliyimiz var. Çünki Allah Ali Baş Komandanımıza can sağlığı Amin. versin. Biz qalib ölkənin vətəndaşlarıyıq. Mehriban xanıma can sağlığı versin. Muğamdır, sazdır, poeziyadır. Bunlara ayrı-ayrı diqqətlərindədir deyə və də o kökümüz, kökənimiz olduğuna görə bilirsiniz necədir? Bir ağacı sən aparıb əgər səhranın içində də bastırsan, onun kökü varsa bu almadsa alma gətirəcək. Armuddursa armud gətirəcək. Yəni bu mənada tam da küsmək, incimək olmaz. Varımız və dövlətimiz də qoruyur, yaxşı sənətkarlarımız da qoruyur. Amma təbii ki, mənim də yaralı yerimdir. Bütün sənəti sevən, poeziyanı sevən, dəyər verən, ümumiyyətlə milli mənəvi dəyərlərimizi sevib və ona hörmət qoyan, dəyərləndirən insanlar tərəfindən bu da bizim ağrılı yerimizdir. Hər şey dəyişib, fərqlidir. O saydığım sadaladıqlarım da az da olsa var ki, mən də onların içindəki varam. Məsələ poeziyada dəyişib. Dəyişmir poeziya. Poeziya dəyişmir. Biz zorla poeziyanı dəyişdirmək istəyirlər. Məsəl üçün, bizim şeirimizin sərbəst forması var. Çoxdur bizim şeirimiz. Başqa Heca vəznində, əruzda indi sən sərbəstdir. maşallah olsun, filoloqsan. Sərbəst şeirimiz də var. Bəli. Amma bizim ötəki zamanlarda sərbəst şeirimizin də bir məqamda gəlib bir hissəsi qafiyələnərdi. Bəli. Bax, filoloqsan. Bəli, Yalan bəli. mı deyirəm? Bəli. Amma indi bir də görürsən, nə bilim, 5-6 cümləni yan-yanaşı qoyurlar. Nə bilim, külək gəldi, qapı da oradan açıldı, işıq da buradan düşdü. Bu da oldu sərbəst şeir. Olmaz belə. Olmaz, bəli. Mənim özümü belə dəfələrlə sındırmaq istəyiblər. Köklü, köməşli, qaltanlı şeirlər yazdığım üçün artıq yaşım başım var. Əvvəllər onu deməzdim. Öldürərdilər məni. Heç qoymazlar gəlib buralara çıxamcığat el olam. İndi yaşım da var, başım da var. Poeziyam, şeirim, şeiriyyətim də qəbul olunur. Sizin şeiriyyətinizin fərqli tərəfi odur ki, Cığatel xanım, biz sizin şeirlərinizi oxuyanda sanki əski Azərbaycan poeziyasını oxuyuruq. Qədim poeziyanı oxuyuruq. Çünki o sözlərin, o qafiyələrin quruluşu, o vəznlər sanki həqiqətən də bizə klassikanı yaşada bilir. Ona Bu görə gün bu çox də azdır. gənclər mənə bir ara irad tutdular. Dedilər ki, Cığatel xanım yaxşıdır, yazır, nə bilim, mənasız halı, dərindir filan, amma belə dəbdən düşüb şeiri. Ay sənin başına dönüm. Şeir də dəbdən düşərmi? Muğam dəbdən düşərmi? Hər şey dəyişər, dəbdən düşməyən, heç vaxt dəyişilməyən elə bir şeylər var ki, onlar dəyişmək mümkün Bəli. deyil. Nə bilik neçə milyon illərdir yanır. Nə bilik neçə min illiklərdir yanır. Günəşi dəyişmək olarmı? Mümkün deyil. Başqa bir günəş düzəltmək olarmı? Biraz yanar, sönər. Ay dəyişmək olarmı? Bir sayılı gecələr parlayar, sönər. Ulduzu dəyişmək olarmı? O da onu kimi parlamaz. Bizim poeziyamız, bizim köklü, köməşli, mədəni, necə deyim, irsimiz, incilərimiz var ki, onlar dəyişilməzdir. Və mənə o iradı tutanda çox belə qaba bir şəkildə, ümumi bir yerdə belə bir irad tutdular, universitetdə görüş var idi. Sizin yazdığınız şeir dəbdən düşüb. Bax, bu şeir orada yaranıb. Deyirəm ki, belə baxdım bunlara, dedim, şair dostum, yazanda qafiyədən qaç dedin. Deyir, qafiyə dəbdən düşüb. Şair dostum, yazanda qafiyədən qaç dedim. Dünya müasirləşir, gözlərini aç dedim. Yeni dəbdə şeir yaz, aləmə nur saç dedim. Məsləhəti sevirəm. Sən dedin, mən dinlədim. Heç xəbərin olmadı, dinlədikcə inlədim. Deyirsən, soyundurub şeirimi lütmü edim. Mayasız xəmir qatıb, kündəmi kütmü edim.
O gözə görünməzi göstərib bütmü idim? Bir kitabım, son sözüm, la ilahe illallah. Arxasınca gələn söz, Mühəmməd Rəsulullah. Şairlik haqdan gəlir. Nə məktəb, nə mədrəsə. Kimdir şair söyləyən, şair olmayan kəsə, söz sözə dayaq olub oxşamasa səs-səsə. Nə nəğmə olar, nə çağlayar kaman, tar. Döyünən ürəyin də bir ahəngi ritmi var. Layla dedim, yat dedim. Qızıl gülə bax dedim. Qızıl gülün içində şirin yoxu tap dedim. Uyğu vaxtı bitəndə balamı oyat dedim. Bax, bu ahəngi pozanda yuxum ərşə çəkilir. Nə gecəm gecə olur, nə səhər dan sökülür. Vaxtsız, təbsiz yazılan şeir, vaxtsız açan bir çiçək. Tezcə solub gedəndir görünməmiş bir ləçək. Nə qoxlayan olacaq, nə yar yara verəcək. Sonra umub küsəcək sevilmədim deyərək, mən deməyim siz deyin, belə çiçək nə gərək. Qurban olub şeirimin üzündə ürbəndinə. Duyan duyub anlasın, kim güvənir kəndinə. Bir misramı vermərəm, yadın neçə bəndinə. Qoy bürünüm palaza, mən sürünüm, el kimi. Yaşasam yaddaşlarda, qalım cığat el kimi. Eşq olsun həqiqətən də. Çox Allah dedim, könlünüzə, ruhunuza sağlıq bağışlayın, versin. bəlkə vaxtdan zamandan Xeyr, aldım. xeyr buyurun. Amma o sualının birbaşa cavabı idi bu oğlum. Bəli. Cığatel ona görə cığatel oldu ki, o qaçmadı. Müasirlik gözəldir. Müasirlik, biz kosmos əsrində yaşayırıq, kompüter əsrində Bəli. yaşayırıq. Öyrənməliyik, bilməliyik. O, necə deyim, ölkəni, həyatı, kainatı gözəlləşdirən, necə deyim, insanların yaşayışını gözəlləşdirən, yaxşılaşdıran nə varsa, təbii ki, biz inkişaf eləməliyik. Bəli, amma mədəniyyəti unutmaq olmaz. Amma mədəniyyəti unutmaq olmaz. Bizim ulu öndərimiz deyirdi, keçmişi qoru, gələcəyi qur. Bəli. Elə şeylər var, onlar dəyişilməzdir. Bəlkə də elə siz buna görə müsahibələrinizin birində dediniz ki, mən adətən şeir yazmıram ki, şeir məni qələm götür yaz deyir. Vallah, şeir Allah kəlamı, şair haqqın mirzəsi. Kimsə eşidə bilməz, şair eşidən səsi. Mənim şeir yazmağım Allahın möcüzəsi. Mələklər pıçıldayır, qulağıma söz deyir. Mən şeir yazmıram ki, şeir məni yaz deyir. O şeiri ki, mələklər şairin qulağına pıçıldamadı, o şeir qafiyəsi düz olacaq. Xətti, nə bilim, yolu Bəli. izi düz olacaq. Amma ruhu olmayacaq o şeir. Sabir deyirdi ki, şair ola bilməzsən, a balam, anan doğmasa şair. Bəlkə də elə buymuş. Mütləq insan gərək anadan şair doğulsun. Bəli. Şair gərək şair doğulsun. Deyir, yazdığım şeirdir lələ. İnsanda heyrət doğuran. Darıxmıram, tələsmirəm, un deyil suyla yoğuram. Mənim yazım haqdan gəlir, bir talidən baxdan gəlir, sözlərim uzaqdan gəlir, fağıram lələ, fağıram. Şimşəklər çəkəndə nərə, yağışdan islanır dərə, qar dağlara, burut yerə, mən könüllərə yağıram. Cığateli duyan əyam, yatmısansa oyan əyam, mən insandan oyanayam. Gündə bir şeir doğuram, fağıram lələ, fağıram. Şair gərək doğulsun və şeiri doğsun. Bəli. Şeir də doğulmalıdır, şair də doğulmalıdır. O ki doğulmadı, onda nə bilim mən, bu bəzi sintetik var ha, belə Bəli, qurama bəli. şeylər. Onlar kimi birazdan sonra nə yada düşər, nə könülləri fəth eləyə bilər, nə oxşa qızılgül nətrinə bax. Yasəmənin nətrinə bax. Sən bircə belə o Ağcabədinin çöllərində, dağlarında bənövşə qoxlamısanmı?
Ay Afşaroğlu, Afşar illərində ən gözəl bənövşələr var. Mən Bəli, orada toyda çox olmuşam. Bu gün də çox dəvətlər gözəl. alıram. O balaca bənövşənin ətrini görürsən. Bəli, Bax, çünki doğulub. Bənövşə də doğulub. Ətri də bənövşədən bəli. doğulub. Elə gözəl güllər, çiçəklər var, indi adam baxanda göz oxşur. Ha burnun elə dürt içinə bir qırıq isi gəlməz. Şeir də qoxuyur. Şeir də qoxuyur. Şeirin öz ətri var. O da gərək mütləq doğulsun oğlum. Nə gözəl. Sizin şeirləriniz ümumiyyətlə adam o şeirləri oxuyanda hər dəfə içərisindən müxtəlif aforizmlər çıxartmaq olur. Çox həyatın müxtəlif prizmalarına uyğun olaraq siz sanki şeirlərinizdə bir məsəllər, atalar sözləri demisiniz. Bəli. Bir şeiriniz də var, orada deyirsiniz ki, həyat özü gizlanpaçdır, gəl bir gizlanpaç oynayaq. Baxın, Cığatel xanım, bu gün həyatdan, dünyadan, narazı olan insanlar çoxdur. Bəli. Bilirik, cəmiyyətimizdə də var və sair. Və insanlar bəzən heç özlərini bilmədən, heç özlərini tanımadan, heç öz yanlışlarına baxmadan bu narazılıqları edirlər. Haqlı, haqsız. İnsan mən düşünürəm ki, birinci elə özü özünü sorğulamalıdır. Bəs mən nə etdim bu həyat üçün? Düşünürəm ki, elə sizin o şeirinizdə elə insanların tam cavabıdır. Bəs sizə görə, Cığatel xanıma görə yox, şairə Cığatel xanıma görə həyat nədir? Həyat, biz insanlar dünyanı sadəcə gözəlləşdirməyə gəlmişik. Allahın yaratdığı bu dünyanı nəsildən nəsilə keçməyə, dünyanı, kainatın bəlkə də varlığını sübut etmək üçün, onu dilə gətirmək üçün Allah Taala insanları yaratdı. İnsana şüur verməsəydi, ağıl, kamillik verməsəydi, o zaman heç bilinməyəcəkdi ki, Allah nə qədər böyük zəhmətlə, böyük sevgi ilə belə bir gözəlliklər yaradıb. Biz həyata gəlmişik. Elə insan var, bu həyata gəldiyinə peşmandır, peşmanlığından danışır. Böyük əksəriyyəti narazıdır. Bəli, Amma indi elə insanlar da var ki, deyir ki, çox xoşbəxtəm. Burada bir məsələ də var ki, ümumiyyətlə yaradılışı, insanı, olumu, ölümü, varlığı, yoxluğu düşünəndə insan heç vaxt xoşbəxt ola bilməz. Dünyanın lap belə milyarderi olsun, lap belə hər şeyi fəth eləyib qazana bilsin. Ən azından bir nöqtədə fikirləşəcək ki, amma bu fanidir, qısa bir bəli. zamandır. Hə. Qısa bir zamandır gəlmişik Rəhmətlik biz. Zəlimxan Yaqub bəlkə də ona görə deyirdi ki, insan fikirləşməlidir ki, Tanrı, Allah beşiyi yaradıb, onun bərabərliyində axı məzarı da yaradıb. Bəli. Bəlkə də insanlar elə bunu bilməlidir. Mənim özümün məsələ bir şeirim var. Anama xitabən deyirəm. Deyirəm, məni bu dünyaya niyə gətirdin? Boşalan dünyada dolmuşam ana. Sən məni gətirdin yaşatmaq üçün, sanma yaşayıram, ölmüşəm ana. İndi çağırıram, duy nəfəsimi. Niyə eşitmirsən haray səsimi? Çiynimdə doğmusan yer kürrəsini, bu yükün altında qalmışam ana. Hətta güya ki, mən dünyadan öncə doğulmuşam və o yer kürrəsi də mənim çiynimdə doğub. Bəli, Şair təxəyyülü, şair düşüncəsi, bəli. bax belə yaranıb bu Həmişə cürə də şeylər. elə dünya həyat nədənsə şairlər üçün ədəbiyyatın əsas obyekti olur. Bəli, Çünki, biz fikirləşəndə də bu belədir. Ramiz Rövşən deyirdi ki, "Mənim balam bu dünya ilə oynama, sən cavansan, dünya qoca dünyadır. Düşmən nədir, dost evini dost dost yıxar. yıxar. Bilən bilir dünya neçə dünyadır." Bilirsiniz niyə? Şairlər çox həssasdır. Həm də Xatəmdən xatəmə, ta elə şair, padişahların dövründən bu yana şairlər kasıb olub. O qədər həssas olur ki, şairlər. Məsəl üçün, əgər mənim evladım haqsızdırsa, əgər mənim evladım haqsızdırsa və düşmənin evladı haqlıdırsa, məni öldürəsən, mən evladıma tərəf çıxmaram. Şairlər, söhbət həqiqi şairlərdən gedir, ha. Bəli, Vergili, haqq vergili, bəli. ilahi ilə birbaşa rabitədə olan şairlər. Biz Allahla danışırıq, biz Allahı görürük.
Hər yerdə var Allah. Söhbət o şairlərdən gedir. Mən ömründə evladımı müdafiə eləyə bilmərəm. Əgər düşmənimin balası haqlıdırsa. İnanın, bunu mənim ətrafım da bilir hamısı. Şairlər bu dərəcədə həssasdır. Ona görə bizim üçün daha ağırdır. Haqsızlığı görürük. Məsəl üçün, başqalarının görmədiyini biz görə bilirik. Bəli. Başqalarının duymadığını biz duya bilirik. Məsələ, deyirəm ki, mən ürək oxuyanam. Ürəyim şana-şana. Mən ürək oxuduqca donuram yana-yana. Əyrildim əyric, quruldum xana-xana. Gəl ruhuma, ilmə toxuyum. Gözünü aç mənə bax, ürəyimi oxuyum. Bu dərəcədə həssasam mən. Bəli. İnsanların ürəyini oxuyuram, gözündən oxuyuram. Bu oxumaqlar məni incidir çox vaxt. Kaş oxuya bilməz idim. Kaş insanların ürəyini, könlünü görə bilməz idim. Kaş nə gözəl idi. Hər üzümə gölənə deyə bilərdim ki, oxu, bir də görsən əlində hədiyyə filan gəldi. Ölürəm səndən ötürü. Ürəyini oxuyuram ki, aman Allah, bir nömrəli düşməndir bu. Amma bu niyəsə keçməli bir işi var, gəlib filan. Elə adam da var ki, heç məni tanımır. Yaxından belə mənlə tanımır. Məni buna pis deyiblərmi, səhv mi deyiblər? Elə gözəl insandır ki, bu adam. Digəl məndən nifrət eləyir. Mən o adamı sevirəm. Gedirəm ondan görüşürəm. Deyirəm ki, sən çox yaxşı adamsan. Deyir, mən səni sevmirəm. Deyirəm, bax, mən sevmədiyinə görə gəlmişəm yanına. Sən deyirəm, heç günahın yoxdur sənin. Sən məni tanımırsan axı. Deyir, bilirəm da Cıqatel xanımsan. Deyirəm, yox. Cıqatel xanım kimi tanıyırsan, sən Cıqatelin daxili aləmini tanımırsan. Ona görə haqlısın. Amma sən çox yaxşı insansan. Bax, bunlar məni çox incidir. Bəzən deyirəm ki, çox yaxşıdır insanları tanımağım. Bəlkə elə bir fəlakətlərdən, elə bir, necə deyim, tuzaqlardan qorunmuşam ki, o şeylərdən sayəsində, hiss etdiklərim sayəsində, elə bir namərd işlərdən qorunmuşam. Bəzən də çox incidir məni. Deyirəm ki, mən də heç oxuya bilməzdim, adamları tanımazdım. Elə mən də başımı sallayıb yaşayardım. Bəlkə sualının dübarə bir cavabı gəldi burada. O adam xoşbəxtdir ki, insanı, həyatı, dünyanı dərk etmiş. Onda o zaman xoşbəxt olur insan. Deyir, nə gözəldir. Bu gəlmişəm, bugün donum da var, ayaqqabım da var, evim də var, eşiyim də var. Heç vaxt bu fani varlıqlar məni xoşbəxt edə bilmədi. Bəlkə tamaşaçılar deyər ki, özü çox əzablı ki, yol keçmiş qadındır, əziyyətlidir, çox kasıb olub, o olub, bu olub. Əsla, qətiyyən elə deyil. Heç vaxt məni fani varlıq doydurmadı. Fani varlıqdan ac qalmadım mən. Qaldım ac. Bax, belə mənəvi qidadan ac qaldım. Bəlkə də bu elə bir şair ürəyidir Cıqatel xanım. Mütləq bu şair ürəyidir, şair ruhudur. Deyir, şairin sevgisi yağan yağışdır. Şairin duası haqqa alğışdır. Şairin ölümü soyuq baxışdır. Şairi nə boran, nə qış öldürər. Amma şairi bir soyuq baxış öldürər. Məni bir sevda dolu baxış xoşbəxt eləyə bilər. Ölüm yatağından qaldırıb yaşada bilər. Məni bir sərt baxış öldürüb yatağa da sala bilər. Bax, bu bir həqiqi şairin yaşam tərzidir. Biz bugün nədənsə ürəkdən çox danışırıq. Nə gözəl. Elə sizin də yaradıcılığınız da var. Ürək neylədim sənə, niyə döyürsən məni? Əslində bu o qədər gözəl bir şeirdir. Çünki biz ümumiyyətlə bir şey bilməliyik ki, hər zaman ədəbiyyatın əsas obyekti ürək olub da. Ədəbiyyat varsa, poeziya varsa, ürək olacaq, könül mövzusu həmişə olacaq, olub olacaq da. Elə olsun da. Olsun da. Ürək elədi ki, deməli, elə yazığım gəlir ki, hərdən bu ürəyə. Məsələn, baş ağrıyır, ürək narahatdır. Ayaq qırıldı, ürək narahatdır. Bütün yük onun çiyinlərində. Ay, evladım getdi. Yox, nəsə ürəyim narahatdır. Nə bilim, bir həyəcandır, yaxşı iş var, nə bilim, balam universitetə girdi, nə bilim, görəsən bu gözəl iş olacaqmı? Ürək burada çırpınır. Deməli, bütün
insanı yaşadan insanın ruhudur. Bizim zamanımızda deyirdilər ki, sağlam bədəndə sağlam ruh olur. Biz gözümüzü açandan bu misalı eşitmişik. Bizə deyirdilər ki, idman eləyin, sağlam olun, sağlam bədəndə sağlam ruh olur. Mən cığatel olaraq deyirəm ki, inanın ki, sağlam ruh, sağlam həyat bəxş edir insana. Bəli. Eləcə də ürək. Ürək deməli insanın bütün ağrılarını, sevincini, kədərini, varını, yoxunu, hər nəyini yaşadan bütün nüanslar hamısı ürəkdə qanla bərabər qövr eləyir. Ona görə mənim ürək haqqında çox şeirlərim. Bilirəm. Sizin bir başqa şeiriniz də var. Mən o şeirinizi çox sevirəm, açığı. Amma şeirdə xüsusilə bir misra var ki, məni çox düşündürür. Elə bəlkə də o şairlik fəlsəfəniz həmin şeirdədir. Yazmısınız ki, Allah bağışlamaz, mən bağışladım. Hə, apar bu Bilirsiniz, sevgimə halalım olsun. bəli, bu misra ümumiyyətlə ədəbiyyatda çox yeni bir nəfəsdir. Bu gün poeziyada da çox yeni bir nəfəsdir. Bir oxucu kimi mən o şeiri oxuyanda düşündüm ki, görəsən şair burada özünü Allahdan üstünmü tutur, yoxsa şair Allahın ona verdiyi istedadı mı bu qədər ucaldır? Ah filoloq, ah filoloq. Çox gözəl toxunursan. Bunu mən bir zamanlar düşünmüşdüm. Hətta deyirdim ki, bunu irad tuta bilərlər. Hətta irad da tuta bilərlər. Amma sən oğlum, poeziyanı, şeiriyyəti, cığatel poeziyasını o qədər içdən, dərindən mənimsədiyin və şeiri, Allahı o qədər dərindən dərk etdiyin üçün sən bu sualı nə qədər yumşaqcasına verdin. Çox sağ olun. Deyirəm ki, Tanrı bağışlamaz. Deyirəm sevgidən bixəbər, sevgini danma. Bağışda da mən hər şeyə şeirlə cavab verirəm. Bəlkə belə Çox deməli gözəl, deyiləm. çox gözəl. Bu şeir dediyiniz mənim sevdiyim şeirdir, ona görə Bəli. deyirəm. Deyirəm sevgidən bixəbər, sevgini danma. Sevgini elə də asan iş sanma. Bax, burada da bir nüans var. Deyirəm ki, bilirəm eşqimə dəymirsən, amma var bu sevgimə halalım olsun. Sənlə bahar oldum, sənlə qışladım. İlk təmiz eşqimi sənlə başladım. Tanrı bağışlamaz. Mən bağışladım. Apar bu sevgimi halalım olsun. Dağlarda ucalan mənim ahımdır. Özümə kəsilən qənim ahımdır. Ön yıxılmasın, səni unutmamaq öz günahımdır. Apar bu sevgimi halalım olsun. Bilirsinizmi niyə deyirəm ki, Tanrı bağışlamaz, mən bağışladım. Mən deməli burada eşqin Allahını yaşayan dövrdə yazmışam bunu mən. Eşqin də Allaha var ha. Mən Bəli. o bir şeirimdə də var. Hardasan eşq Allaha. Ya məni ona sevdir, ya məni onu sevməyim. O qədər dünyanı qatmışam. Sufilik var şeirinizdə. O Tamamilə bir qədər sufizm var. aləmləri qatmışam bir-birinə. Elə məqamlarda elə şeirlər yazmışam. Bəzən şeiri yazıb ayılandan sonra düşünməli olmuşam ki, mən bunu necə yazmışam, bu nədir yazmışam. Hə, ona görə yəni ki, o deyir ki, heyran olduğundandır ki, heyran olduğum bilməz. Bu bizim dahilərdən birinin sözüdür. Deməli, o qədər sevgim var ki, mən bağışlayıram onu yenə. Bəli, Amma axı Allahın tərəzisi düzdür. bəli. Axı ilahi ədalət deyilən bir şey var. Mən bəlkə mən zəifəm, bağışlayıram. Bəlkə mən bu sevgiyə yenik düşmüşəm, bağışlayıram. Amma Allah bağışlamaz ki onu. Bəlkə belə yazmışam, bilmirəm. Bəlkə də niyəsə yazmışam. Allah bunu sən bilirsən. Deməli, orada bir nüans da var ki, həsrət oğlum. Deyirəm ki, səni unutmamaq öz günahımdır. Apar bu sevgimi halalım olsun. Onda bu qarşı tərəfə də bəraət qazandırmışam. Adama deyərlər ki, a başın batmasın. Niyə yanıb kül olursan?
Əgər o sənin eşqinə layiq deyilsə, sevmirsə, sevə bilmirsə, onda sən də onu sevmə. Mən də bacara bilmirəm. Çıtır-çıtır yansam da deyirəm səni unutmamaq öz günahımdır. Apar bu sevgimi, halalın olsun. Hətta bir şeirim var. Deyirəm sevdiyim, xətrimə dəymisən yaman. Bəxtəvara bax ey sən Allah. Aşı bu sənin xətrinə dəyib qoy gəlsin könlünü alsın. Gör nə deyirəm? Sevdiyim, xətrimə dəymisən yaman. Səndən incimişəm, məni bağışla. Bəli. İncidən sən, inciyəm mən, küsəm mən. Səndən incimişəm, məni bağışla. Eşqimiz gül üstündə xar mənəm. Bu sevgidə bir günahkar var mənəm. Günah edən sənsən, günahkar mənəm. Səndən incimişəm, məni bağışla. Mən özümü sənə qədər ölmüşəm. Səndən sonra qürurumu əymişəm. Küsməyimlə ürəyinə dəymişəm, səndən incimişəm, məni bağışla. Dünya geniş, ətraf dolu adam çox. Könlümdəsən, könlüm bütöv, gözüm tox. Səndən özgə inciməyə adam yox. Səndən incimişəm, məni bağışla. Səndən inciməyə qıymıram sənə. Nə qədər istəsən, dəy xatirimə. Sənə qurban olum məndən incimə, səndən incimişəm, məni bağışla. Mənim qəribə sevməyim, qəribə sevməməyim, qəribə şeir yazmağım, qəribə yazmamağım, ümumiyyətlə başqa cürəm, bilmirəm. Leyla hərdən mənə deyir ki, mama sən ümumiyyətlə göydən gələn başqa nüsxəsən. Deyirsən, fərqli bir nüsxəsən, sən bilmirəm. Onu da yazmışam, başqa planetdən gəlmişəm ki, sanki. Baxdım ki, adamlarla nə sevgim uyğun gəlmir, nə sözüm uyğun gəlmir, nə bu cəmiyyətə cismən qarışıram, məcburam yaşamağa. Mənlə ruhən, qəlbən qarışa bilmirəm. Axırı götdüm, yazdım ki, Leylam da mənə dedi ki, mama sən başqa nüsxəsən, sən deyəsən oralardan gəlibsən. Mən də götürdüm, yazdım ki, başqa planetdən gəlmişəm sanki. Məni göyə çəkir yer adamları. Qar kimi bəyazmış göydən gələnlər, yerdə sevməzlərmiş qar adamları. Mən biraz fərqliyəm, biraz başqayam. Onurğam bütövdür, boynum əyilmir. Doğru yeyən adam, mən hardan bilim, həqiqət acıdır, yerdə yeyilmir. Elə qəribəyəm, elə qəribə. Özüm balacayam, kölgəm böyükdür. Kənar dolanıram, yenə toxunur. Yazıq adamlara kölgəm də yükdür. Yerdə baş çıxartmaz yad planetli. Başım üçbucaqdır, gözüm iridir. Səsimi, dilimi kəsirlər ancaq ölmürəm, ölməyən ruhum diridir. Əl çəkin, öldürməyin, Allah öldürməsə mən ölən deyiləm, deyirəm yəni. Sonra deyirəm ki, mənim torpaq üstə ölməyim çətin. Dönüm məkanıma qayıdım barı. Eybi yox. Mən sizi gözləyəcəm, göydə görüşərik, yer adamlar. Bax, daha danışmayacağım, çox danışdım, deyim. Deməli, Cühatel xanım, Can. əslində canınız şirin. Baxın, bayaqdan danışırıq, sanki bir sərgidə izləyirəm bu sənəti, bu şeiriyyəti, bu poeziyanı. Amma biz bilirik ki, incəsənət, mədəniyyət hər bir xalq üçün, bayaq da elə danışdıq, əsas kökdür. Amma indi neyniyək ki, çox təəssüflər olsun ki, bugün incəsənətin belə bayaqlaşdığı bir dövrdəyik. Bugün incəsənət də bayaqlaşır, sənət də bayaqlaşır, bəzən poeziya da bayaqlaşır və sizə çətin deyil bu qədər bayaqlaşan bir dövrdə belə bir sənət inciləri yaradırsınız. Düşünürəm ki, elə bu bir şair qəlbinə də çətin olar və siz onu bir müşahidə də edirsiniz axı. Çətindən də çətindir. Çətindən də çətindir, sənə qurban olum. Mən də çəkilmişəm peykanlıya. Öz aləmimə, öz küncümdə bir dünya yaratmışam. Tamam televiziyalar, tamam proqramlar çağırır, gedirəm, iştirak eləyirəm. Könlümü açanı da var, könlümdən qaçanı da var. Gedib
Peşman olduğum verilişler de var. Mən niyə buraya gec gəldiyim dediyim verilişlər də var. Amma yaşamağa məcburuq. Yaşamağa məcburam. Yaşamağa məhkumam. Mən ki şair doğulmuşam. Yaşamalıyam, yaratmalıyam. Mən öz başıma deyiləm ki. Allah nə göndərir onu yazıram, amma bir sərhəd var. Bu cığatel, bu cığatel. Bu cığateldən sonra görünməyən bir tikanlı cığatel var. Ora bir səs çəkmişəm. O tikanlar qəşəng məni idarə eləyir. Oraya getmək olmaz, buraya getmək olar, buraya get, buraya getmə. Bir təhər idarə eləyirəm da, neynim? Əsas o da elə idarə eləyirsiz. Hə. Sizin çox yaxşı, tutarlı cavablarınız da var. Bu Aha. yaxınlarda elə özünüz də danışdınız. Dediniz ki, bir verilişlərin birinə qonaq qismində getmisiniz. Aparıcı deyib ki, Cığatel xanım şairdirmi? Siz də Bəli. demisiniz ki, vallah nə bilim Nəriman Həsənzadə deyir ki, şairsən. Bilirsinizmi necə deyim? Bax, yenə necə deyim ki, bunu xalq deyir, mənim deməyim düzgün deyil. İndi yerin, göyün, kainatın yükünü bu balaca cılız cismində daşıyan, ruhu dünyaya sığmayan, eşqi ürək şeirlə, poeziya ilə dolu olmaq bir başqa, onu da dilində gətirib tamaşaçılara, poeziya sevərlərə çatdıran bu boyda Cığatelə o aparıcı deyir ki, Cığatel şairdir. Mən onu necə anlada bilərdim? Elə dedim ki, vallah bilmirəm. Nəriman Həsənzadə deyirsə şair. Elə çox gözəl də anlatmısınız həqiqətən. Yəni o böyük düha. Bəli. Sənin cılızlığının qarşısında cılızlığınla bağlı cahilcəsinə mənə verdiyin sualın qarşılığında bircə kəlmə deyirəm ki, Nəriman Həsənzadə bir dühadır. Bəli. O düha deyir ki, Cığatel şairdir. Bundan xətm olundu söhbət. Bəli. Bundan canımı qurtardım və doğrudan da Nəriman qağam deyir ki, özdə demir. Demir ki, sən əsl şairsən. Deyir, sənə qurban olum. Sən natural şair. Vallahi billah. Buradan salamlayıram. Salamlayıram. Gönlümüzün şairi, eşqimizin şairi, bizim böyük Nərimanımızı. Bizim böyük Nərimanımız. Nəğməkar şairdir Nəriman Hə. müəllim. Aləmdir. Nəriman dünyası, Nəriman. Onun səsi ki var ha, o yazdığı şeirlər bir başqa. Deyirəm, elə rəssam olam, qüdrətim ola. Bu səs nə qədər insanın ürəyinə axar. İlğımdır, şeirin Bəli. adı İlğımdır. Deyirəm, elə rəssam olam, qüdrətim ola. Nəriman səsini vəsf edə biləm. Elə bir filosof, bir alim olam, bu səsin sirrini kəşf edə biləm. Gəlin ey rəssamlar, gəlin şairlər, Nəriman səsinin çəkək şəklini, alimlər düşünüb tapana kimi biz çəkək böyük bir ürək şəklini. Nəriman dünya boyda böyük bir ürəkdir. Öpürəm Nərimanı, böyük Nərimanı. Biz də öpürük və salamlayırıq Bax dəyərli gördünmü? şairimizi. Ay mənim həsrət oğlum. Necə gözəl suallar verirsənsə, məni hər aparıcı belə dindirib danışdıra bilmir. Nə xoş bizə. Hə, vallah sənə qurban olum. Elə veriliş var, yaxamı qurtarmağa çalışıram. İndi burada da sən fağır uşağım bir dənə sual verib qalıb qıraqda. Döşürəm, bir desən dayan ay bibi, ay ana, ay mənim şairim. Cığatel xanım, sonuncu sualımı verirəm. Öncədən də təşəkkür eləyirəm. Çox möhtəşəm şəkildə bir veriliş ərsəyə gətirdik. Bugün bilirsiniz ki, Mən reqlamentdən çıxdımsa üzrü sayın. yox, narahat olmayın. Dedim axı, hər aparıcı məni danışdıra bilmir. Nə xoş mənim halıma. Nə xoş sənin halına ki, doğrudan da belə gənc olasan, o bayaq dedim axı, duymasan, duydura bilməzsən insanlara. Ona Çox görə sağ mən olun. səni alqışlayıram, təşəkkür edirəm. Buyur qadın alım. De. Sonuncu sualımı verirəm sizə. Bilirik ki, bugün gündəmdə olan bir çox şairlər var. Elə o şairlərdən biri də sizsiz. Birincisi də deyə bilərik, amma mən istəyirəm ki, hələ o sualın cavabını sizdən alım. Bilirik ki, bugün həmin şairlər, gündəmdə olan şairlər daha çox özlərini birinci kimi cəmiyyətə tanıdır və özləri deyir ki, elə ən birinci mənəm şairlər arasında. Bəs sizə görə bugün gündəmdə olan şairlər arasında elə birinci kimi saymaq olar?
Əslində mən bu qədər müsahibələr vermişəm, bu qədər proqramlarda iştirak eləmişəm. Heç vaxt mənə bu sual ünvanlanmayıb, amma doğrudan da çox təəccüb etdim. Bəyəm elə şair varmı ki, desin ki, mən birinciyəm? Deməli, bizim ustadlarımız, Dədə Ələsgər kimi ustadımız 100 neçə il ömrü yaşayıbdı. Onun müqabilində də deyib ki, mən hələ öyrənirəm. Ustaddan dərs almağa ehtiyacım var. Yəni şeirin Bəli. məğzini deyirəm. Elə oradan keçib bizim ədiblərimiz, Nizami də belə, Füzuli, Səməd Vurğun, oradan bu yana keçəndə aşıq poeziyasında, ümumiyyətlə poeziyada, oradan keçəndə Səməd Vurğun, yaxın keçmişdə gördüyümüz, məsəl üçün, Zəlimxan Yaqub ruhu şad olsun. Amin. Böyük şair idi. Eee, bilirsənmi, mən heç inanmıram ki, məsələn, Ramiz Rövşən var, bayaq dedik, Nəriman Həsənzadə var, gördüklərimdən ruhu şad olsun, Zəlimxan Yaqub var idi. Məsəl üçün, Zəlimxan Yaqub özü mənə bir kitabıma da söz yazıb, ön söz yazıb. Hətta bizim bir qıfılbənd deyişməmiz də var. Bəli, bəli. Hələ onu məndən bir, belə deyim də, bir loru dildə deyim, al dillə alıb aparmışdılar ki, bir qıfılbəndi bir şairə aparırıq. Mən də demişdim ki, elə belə yeni yazan bir şairə aparmış. Orada da ona demişdilər ki, bir yazar oğlan var, istəyirik onu yoxlayasınız. Bax, belə bir formada Bilirəm, bəli. alınmışdı bizim o deyişməmiz. O da çox məmnun olmuşdu ki, ilin günün bu vaxtı, bayaq sən dediyin kimi ki, yəni hər şeyin dəyişdiyi, bütün nə varsa gördüyümüz dəyərlərin dəyişdiyi bir zəmanədə, o da onu qeyd eləmişdi ki, belə bir qıfılbənd gəldi mənə deyir, çox sevindim ki, bu dövrdə qıfılbənd yazan olub. O da dedi qadın Bəli. dəsti xəttidir. Mən heç başa düşə bilmirəm ki, onu indi hansı şair deyə bilər ki, mən birinci olmuşam. Birinci, indi mən birinciyəm. Mən doğrudan sual məni çox belə mütəəssir elədi ki, indi kim deyə bilər onu? Belə xəyalımdan keçdi şairlərimiz ki, onu kim deyə bilər? Kim deyə bilər ki, mən birinciyəm? Çünki əsl sənətkarlar, əsl dahilər, məsələn, dahilər həmişə sadə və sadəlövh olurlar. Onlar özlərinin kimliyini bəzən bilmirlər ki, nə qədər uca məqamdadılar. Elə də şairlər, elə də başqa sənət sahibləri. Və bu kim ola bilər ki, desin ki, mən hal-hazırda yazan şairlərdən birinci mənəm? Heyrət və təəssüf elədim. Əgər belə bir şey deyən varsa ki, birinci mənəm, bəlkə də sənsən, kimsən bilmirəm. Bəlkə doğrudan sənsən. Amma bunu sən deməli deyilsən. Bunu xalq deməlidir. Bunu poeziya bilənlər, ədəbiyyat bilənlər, filoloqlar, şeiri, şeiriyyatı, məğzini, ruhunu, ondan sonra fəlsəfəsini bilənlər deməlidir. Sən necə deyə bilərsən? Mən məsələ öz yerimi xalqın ürəyində görürəm. Mən bilirəm xalqın ürəyinin özü də hansı təbəqəsindəyəm, ruhunun hansı təbəqəsindəyəm. Bəli. Şükürlər olsun. Bəlkə əvvəllər mən də görmürdüm. Mən yalnız bunu deyə bilərəm ki, mən xalqın qəlbində varam. Hansı yerdə olduğumu da bilirəm. Amma kimin birinci olduğunu, onu dahilər, dühalar və zaman deyə bilər. Bir də xalqın sevgisi deyə bilər. Onu mən deyə bilmərəm. Bu biraz cavabı mücərrət olaraq qalacaq. O yüzden də sən məni üzürlü say. Həsrət oğlum ki, mən buna tam yuvarlaq cavab verdim. Qoy biraz da riyaziyyata keçim. Yuvarlaq cavab verdim. Konkret cavab verə bilmədim. Əslində çox dəqiq cavab verdiniz və dediniz Doğrudanmı? ki, zaman verəcək bunun cavabını. Bəli. Elə biz də o zaman zamanın axarına buraxaq. Zaman axarına buraxaq. Bəli. Ən gözəl deyirlər, məsələn, bir el dilində bir söz var. Deyir, elin gözü tərəzidir. Bunu bütün
Bu atalar sözlərində də nə hikmətlər var imiş ilahi. Nə qədər hikmət var imiş ilahi. Bəli, Hə, bunu indi biz onu atalar sözləri kimi uşaq vaxtı əzbərləmişik, tutaq ki, məktəb vaxtı bəli, filan. bəli. Amma əslində bu bəsit və sadə bir kəlamın içində böyük bir məntiq var. Böyük bir fəlsəfə var. Doğrudan elin gözü tərəzidir. Heç vaxt xalqa eee, yabancı, yalançı bir nə varsa onu sırmaq olmaz. Biraz 5 gün, 3 gün deyəcəklər, hə, bu nə, məsəl üçün tutaq ki, xaricdən banan gəldi, tutaq ki, hə, bu yaxşıdır, xaricdən tutaq ki, başqa dövlətlərdən tanımadığımız bir meyvə gəldi, kakos gəldi, nə bilim filan gəldi. Amma biz hal-hazırda yenə də bazara girəndə, ora-bura gedəndə, kəndə gedən alanda deyirik kənd çolpası gətir. Kənddən, orada bizim kənddə bir tatlı armudu var. Tatlı armudu gətir. Ağcabədidən gözəl cücə gətir. Çolpalar var oranın yaxşı belə ət gətir, yumurta gətir. Yəni oğlum birisi bu o qədər çətin işdir ki, çox çətin məsələdir. Mənim bircə dənə qorxduğum şey və çox arzuladığım bir şey var ki, gənclərimiz elə öyrənməsinlər. Onlar elə bilməsin ki, poeziya o gördüklərindən ibarətdir. Qoy gənclər bilməsin ki, bu aralıq mahnıları oxuyurlar, dinləyirlər, elə ürəyimdən bir sızıltı keçir. Elə qorxuram ki, bilməsinlər ki, Azərbaycan musiqisi bundan ibarətdir. Bilməsinlər ki, Azərbaycanın mədəniyyəti, mənəviyyatı, gözəlliyi nə bilim ondan ibarətdir və yaxud geyim indi əgər xaricilər Avropadan gələn forma bu formada geyindilərsə, indi uşağı da qınamır adam. Uşaq elə bilir ki, yerdən qalxan gənclər elə bilir ki, bu dəbdir, bu şeir dəbdir, bu mahnı dəbdir, bu geyim də bu dəbdir. İndi nə zamansa kökləri üstə qayıdacaqlar, onda da gec olacaq, bilmirəm. Allah dünyamızı qorusun, Amin. Allah mənəviyyatımızı qorusun, Allah dövlətimizi, dövlətçiliyimizi qorusun. Və mən bu gün də ən çox zövq aldığım bir nüans oldu ki, çox gənc yaşında belə bir həsrət oğlumun mənə bu qədər dərin, fəlsəfi, mənalı, hansı ki illərin aparıcılarından gözlədiyim suallar var idi ki, bu sualları mənə versinlər. Mən çox şad oldum, çox sevindim ki, belə bir gəncimiz mənə bu dərinlikdə suallar verdi ki, Çox sağ o dərinlikdə sən varsan ki, oradan mənə suallar verə bilirsən. Çox sağ olun. Mən Təşəkkür. xalqımıza, özümüzə, vətənimizə, elimizə, obamıza gözəllik, yenilik, sonra novatorluq bütün sahələrdə arzulayıram, amma kökümüzü, özümüzü, kökənimizi, özəyimizi, könlümüzü, ruhumuzu, eşqimizi, sevgimizi, poeziyamızı, musiqimizi, sazımızı, sözümüzü, insanlığımızı, şərafətimizi qorumaq şərti ilə yenilik, gözəllik, necə deyim, xoşbəxt həyat, firavan həyat arzulayıram. Sonda da sizə təşəkkür edirəm. Mən təşəkkür edirəm Cühatil xanım. Çox gözəl və çox xoş oldu həqiqətən. Bu gün tamamilə verilişimizin adına sanki biz xitab etdik, elə sözün sehrinə düşdük. Bir daha təşəkkür edirəm. Mən sizə təşəkkür edirəm. Çox sağ olun. Mən aylardır bu sözün sehrinə düşmək. Sən demə, siz məni dəvət edirsiniz ki, gəlib həm məni sözün sehrinə salasınız, həm siz özünüz sözün sehrinə və tamaşaçılarda sözün sehrində təqdim eləyəsiniz. Mən çox gecikmişəm. Naxaq indiyə qədər tez-tez gəlməmişəm. Bundan belə gələrik. Sözün sehrində bax beləcə əl-ələ tutub birləşərik. Dinləyicilərimizə, bizim bu gözəl kanalımızın Empat TV izləyicilərinə gözəl-gözəl sözlər, könüllər, ruhlar, eşqlər bəxş edər inşallah. Sizin sayənizdə, tamam qoy özümü də deyim, bizim sayəmizdə. Sağ olun, sağlıqla qalın. Bundan belə sizi yubatmayacağım. Gəlin deyəndə gəlməməzlik etməyəcəm. Gələcəm inşallah. Zarafatlarımız da oldu, səmimiyyətimiz, şeiriyyətimiz nə var idisə onu danışdıq. Əziz izləyicilər, əziz sözün sehrinin gözəl izləyiciləri, tamaşaçıları. Bir daha sizə təşəkkür edirəm.
Mən təşəkkür edirəm. Bax beləcə sözün sehrinin dəyərli izləyiciləri, növbəti bir proqramımızın da sonuna gəlib çatdıq. Hər birinizə təşəkkür edirəm izlədiyiniz və fikirlər bildirdiyiniz üçün. Növbəti proqramlarda görüşmək ümidi ilə. Sağ olun, sağlıqla qalın.